Peygamber Ekrem buyuruyor, bütün göz ağlayacak kıyametin günü. Bütün göz ağlayacak. Bir de gözden başka. Bir de gözden başka. Soruşlar ya Resulallah, hansı gözdür? İlla eynun men beket ala musabir Hüseyin. Bir de gözden başka ki, bala Hüseyin musibetini ağlıyor. إلا عين من بكت على مصاب حسين نگار نازنین آقام حسین حسین بهار دلنشین آقام حسین حسین نگار نازنین آقا حسین بهار دلنشین بهار دلنشین آقا حسین حسین اون elinden ezberlediler melek diyer Hüseyin felek diyer Hüseyin Üreç diyer Hüseyin Felek diyer Hüseyin Felek Eğer böyle ses versin vermecine Can-ı Ebi Abdullah Hamı gelin bu dezalar olmağa Hamı elin kaldırsın Hamı elin kaldırsın Bir defa boş kalmasın Felek diyer Hüseyin Hüseyin'i Allah'ım atab verib mənə Bunu düzəldimdə xahiş edirəm Xoşam bu rəhməti Xuda verib mənə Bəh bəh Nə dərdim olsa gəl
پاسداری مجتبی بر حق خاتم دیر حسین صاحبی علم لدنی عیسوی دم دیر حسین رمز و راز و کیمیایی اسم اعظم دیر حسین روح پاکی چون شهادت شمعینه پروانه‌ای خارزاری کربلا ده bilmedi پروانه‌ای ana var. O kadar ahsen demeli sözler varmış. Kulak sanma. Hasretim ben hansı aya şahikarinle yazayım. Hansı o şücaətin qələmə alım mən. İmam Hüseyin ağanın birdir, ikidir şücaəti. Həzrətim mən hansı aya şahikarinlə yazayım. Qəhrəmanından yazım ya zülfiqarindən yazayım. İqtidarindən yazayım ya şirxarindən yazayım. Hər nə yazsam yazdığım sözlərdən əladır Hüseyin. Xəlq olanlar fərz olunsa qətrə dəryadır Hüseyin. Hər nə yazsam yazdığım sözlərdən əladır Hüseyin. Xəlq olanlar fərz olunsa qətrə dəryadır Hüseyin. Bəh, bəh, bəh. Ya Allah, keçdim o sözlərdən. Əşrəfiyyət düzdür ki, Peyğəmbəri xatəmdədir. Qara fərsənlərin qədrini bilməm. Əşrəfiyyət düzdür ki, Peyğəmbəri xatəmdədir. Çeşmi ümmidi Peyğəmbər məclisi matəmdədir. Qüddəti ecazı Musa bu qəra pərçəmdədir. Qara pərçəm rənginə çox fələklər avarədir. Məhdər Zeynəbdir bu pərçəm, odur ki qarədir. Hamı burada İmam Hüseyin ağanın adının aşiqidir. Həm adının aşiqidir, həm özünün aşiqidir. Amma bir nəfər İmam Hüseyin ağanın bir aşiqidir, bir cürə aşiqidir. Dünya boyu o aşiqlikdə ona yetən olmamış. O yazdırdı adını eşq dəftərinə. O bilirsiniz ki kimdir? İmam Hüseyin ağanın xalis aşiqidir. İndi deyim sən gör kimdir o. Aşiq-i Mövla xanım Zeynəbdir İsar eylədi. Aşiq-i Mövla xanım Zeynəbdir İsar eylədi. Zülmikarın məclisində gör necə rəftar eylədi. Öz evində zade-i mərcanəni xar eylədi. Nə dedi? Mən buyurdu qəhrəman-i sərvidar-i məktəbəm. Pəndi-i düşmən şikari Kərbəlayəm Zeynəbəm. Bunun bir beytləri var, Allaha and olsun. Dünənləri yapışan, bu uzaq bir məntəqədə oxudum bu məclisi. Azərbaycanın bir uzaq bir rayon məntəqəsində oxudum bu məclisi. And olsun bu mənbərə Kərbəla, and olsun bu qara pərçəmə.
gözləmədiyim məclis alındı. Mən ağlaya-ağlaya çıxdım məclisdən, Seyid də yanımdaydı. Dedim, and olsun xanım Zeynəbin həqqaniyyətinə xanım Zeynəb o məclisə nəzər elədi. Elə bir məclis alındı, elə tufan oldu, elə gözəl aldılar sözü. Ümidvarım bu gecədə həmin məclis olacaq inşallah. Amma eşq eləkirəm. Bax xanım Zeynəbə gör, nə cür nə sənin sadatın var. Ay seyyidlər, kef elün əmmözə. Ay Zəhra balaları, kef elün əmmözün bir-birizin şəxsiyyətinə. Buna bax. Müstəfanın hüsn-i xilq o iktidarı məndədir. Çıxıb Yazidin İbn Ziyadın məclisinə qabağında bu sözü deyil. Müstəfanın hüsn-i xilq o iktidarı məndədir. Mürtəzanın tərz o ləhni şöhləbari məndədir. Dağ misali istivarəm, payidari məndədir. Məndədir kəlb bu bəlanın istiqamət məşəli. Zeynəbin mənası gəri, Fatimə gəri, Əli. Bunu düzəltsinlər, mən belə əziyyət çəkəcəm. Üstüdə düzəldim, bunları oxuyalım, var olsun. Məndədir çay bu bəlanın, bunu bir də oxuyalım. Məndədir çay bu bəlanın, istiqamət məşəli. Zeynəbin mənası gəri, Fatimə gəri. Zeynəbin mənası gəri, Fatimə gəri. Əli. Bax, bax, dedi dağılan, sən nəyə iftihar edirsən, sən nəyə fəxr edirsən? Padiqali Kərbəlanın can və kəfsər baziyəm, qoqası belə. Karivani qeyrətin pərmandehi mümtaziyəm, mən əbəl təzlin Hüseynəm, aşıqi canbaziyəm. Buna bax, sən deyirsən, Şamidə Ali Məyyəm var mənim. Evdadılar, bizim dolandırdığımız yanda dedi, sən Üməyyə ilə fəxr eləyirsən. Sən deyirsən, Şamidə Ali Məyyəm var mənim. Əmməsi qurban şücaətli Rüqəyyəm var mənim. Əmməsi qurban şücaətli Rüqəyyəm var mənim. Zeynəbəm amuzigari məktəbi irfan-ı eşq. Eşqimi məktəbdə təhyid eyləyib sultan-ı eşq. Pərvəriş verdi mənə pakizə bir daman-ı eşq. Buna bak, bu söz gelen yaraşır Əli qızı deyək bu sözü. Dedi, sən mənə yaxşı tanımırsan, pərvəriş verdi mənə bir pakizə daman eşq. Mən bir dənə xanımdan süt əpmişəm ki, sən bilmirsən ki, mən kimin balasıyım, kimin qızıyam. Üzüm dolandır göndəlidir. Sən bəli fəxr eyləmə peyğəmbərə biganəsən. Sən bəli fəxr eyləmə peyğəmbərə biganəsən. Padişah-ı aləm olsun zat-ı mərcanəsən. Xanım Ləbbeyk, Ləbbeyk, xanım Ləbbeyk, Ləbbeyk, xanım Ləbbeyk, Ləbbeyk, xanım Ləbbeyk, Ləbbeyk, xanım Ləbbeyk. Sən bəli fəxr eyləmə, peyğəmbərə biganəsən. Padişah-ı aləm olsun zat-ı mərcanəsən. Dədəsinin adıyla səslənmir, anasının adıyla səslənmir. Dedi, anı hamı tanıyır Kufədə, Şamda hamı tanıyır, kimin balasısın sən? Sən kimsən, mən kiməm? İndi buna bax. Dedi, əgər qeyrətin var idi, Kərbəlaya gələyim də, niyə musulları göndərmiş bu Kərbəlaya? Belə özündən dəm vururdunsa, gələydim Kərbəlaya, qardaşlarımın şücaətini görəydim.
Ustad Qəffarın əlindən qurban olur. Bana bax, gör nə gözəl yazır. Yaxşı bir fikrinə aya, gör kimə mustur sən. Yox özündə ixtiyar, tabi dəstur sən. Kərbəlanı görməyibsən, bir səbəb məğrur sən. Belə ki, məğrur oturmuşsan ha, Kərbəlanı görməmişsən, belə oturmuşsan. Kərbəlanı görsəydin, sən belə əyləşməzdin. Kərbəlanı görməyibsən, bir səbəb məğrur sən. Qardaşım kör eyləyibdir duzəxə varid kimi. Sən də gəlsəydin, batardın qanura malik kimi. Mağrib bilirsiniz ki kimdir? Əvvəlfəzin əliyinin cəhənnəm hasıl olan. Qardaşım gör eyləyibdir duzəxə varid kimi. Sən də gəlsəydin, batardın qanura malik kimi. Bunları dedi. Da bilmirəm ki, buradan bir yana təvəkkül Allaha. Mən oxuyacağım. Bundan bir yana sözündədir, nə cür ağlayacaqsan, nə cür əzadar olacaqsan özündədir. Xanım Zeynəb bunları dedi. Ondan mərd gördü ki, daha artıq nəsə deyə bilmir. Fikirləşdi ki, mən bunun qəlbini nəzir yandırım. Bunun ürəyinə nəzir qat çəkir. Allah lənət elə. Bilirsən neynədir? Da bilmirəm, burada nəzir rahat əyləşəcəksən. Orada hamını ağlatdı o. Namət. O zalim hamını ağlatdı. Gördü xanım Zeynəb ki, bu sözləri buna deyir. Əmr verdi ki, Hüseynin yaralı başını gətirir. Yaralı başını gətirdilər, gördülər əlinə bir dənə qaziyanı aldı, subuq aldı, öz ana dilimiz subuq aldı. Gördülər ki, subuqla İmam Hüseyin Əqanın dodaqlarına vurur. Bacının gözü qabağında qardaşın dodaqlarına vurarlar, sual edirlər. Bundan bir yana təvəkkül Allaha. Gördülər o zalim, gördülər o namət əlinə bir subuq aldı. Neçə dəfə İmam Hüseyin Əqanın dodaqlarına vurdu. Ay aman, ay aman, ay aman. Balalar hamısı bu mənzərəyə baxdı. Xanım Zeynəb gördü, Allah qardaşının dodaqlarına bu namət neçə dəfə çubuqla vurdu. Dayana bilmədi, dedi yıkılan əlini sarma. Kəsdi yüz baş, məli ayat-ı Ər-Rəhmanidir. Kəsdi yüz baş, baxmayın öz qalinə qəltanidir. Mən Hüseyin bir tüküm bir cicinanə vermərəm. İxtiyarım olsa bir dəli zəbanə vermərəm. Ay qardaş, bu da dinən ya Hüseyin. Ay aman, ay aman, dediğimi yıkılan elimiz var. Sen bilmirsən o başımın bacıdır. Axı nənəm Zəhra gündə 3 dəfə o dudaqlardan öpərdi. Adam Peyğəmbər gündə neçə dəfə o başı qoyardı ürəyin başından. Gördü Allah neçə dəfə çubuğu yendirdi Hüseynin dudaqlarına. Dedi siz bilmirsiniz ki bu baş şimdi. Göz açan gündən Hüseyin aşıqı Şeydasiyə. Dadi xahi salih məşğul ya Şurasiyə. Buna özüm ağlamışam ha. Bir günü Zəhrası yoldur indi də Abbasiyə. Vay qardaş, səs ver ya Hüseyin. Ya Hüseyin.
fikrim məndə olsun, qurban olaram eşq et. Zərrə qədər həvası oyan beyan olma, məclis pərt olmasın ha. Gördü Allah, o namərli çədəfə vurdu şeyini. Hə, gör neynədir? Qollarım bağlı biyaban cərdi rahi bəhdətəm. Qəlbimə atəş vuram, suz var, odur narahətəm. Dedi qardaş, qanə qəltan peykəri qardaşimin kəfn olmadı. Qəmçilər yağdı başından, fürsətə dəfn olmadı. Uca denən ya Hüseyin, ya namərd gördü ki, bu xanım buna bir cürə cavablar verir. Hamı yağladı məclisdə. Durdu ayağa gəldi, irəlilədi xanım Zeynəbə. Məclisdə oturanlar dedilər, hətmən xanım Zeynəbə əl qaldıracaq. Dedilər, evi yıkılan, sənin şəhərindən uzaqda xanıma əl qaldıracaq. Sən xəlifəsən, sənə olmaz. Onda ki, dedilər, olmaz. Üzün dolandırdı bir dənə cəllada. Dedi, dur o xanımın səsini kəskin. Üzün dolandırdı bir cəllada, qeyrətli şiələr. Bunu çətin daha burada oxumaqlıq. Əbəlfəzin olmayan günləri, İmam Hüseyin Ağanın olmayan günləri. Bir dənə cəllada əli ilə işarə elədi, dedi o xanımın dilin kəskinən, qoymasın xanım Rüqəyyə də əyləşmişdi bibisinin quzağında, onun qızının quzağında. Əyləşmişdi orada. Elə ki, cəlladın adını eşitdi xanım Rüqəyyə. Gördülər əmməsinin quzağından qaça gəldi, yapışdı xanım Zeynəbin ayaqlarından. Dedi, əmmə başıma dolandan da danışma günər. Cəllad gələn səni də vurar, bizi də öldürər. Ay əmmə. Ah, gördülər xanım Rüqəyyə yapışıb xanım Zeynəbin damənindən. Əmmə başıma dolandan da danışma günər, əmmə. Gör xanım Zeynəb nə dedi? Dedi, bala, qoy danışım mən, sən al əlimə məzərimi. Da buna bildirəm, en əsrarlıya dansa. Dedi, xanım, qoy danışım mən, al ələ sən məzərimi. Rubə qiblə dayanım, səsləri əkbərimi. Ay bala, bu da denən ya Hüseyin. Dedi Rüqəyyə, Rubə qiblə dayanıb səsləri əkbərimi. Bana yaman günümüzdür, qardaşımız əzlə, ay bala. Hamı müntəzirli, Əli Əkbəri səsləyəcəklər. Bacının yaman günü olanda qardaş səsləyər. Gördülər bana səhərlərin qarpız yüzün dolandırdı Kərbəlan səmsinə. Hamı gözləyir ki, xanım balaca dilləri ilə səsləyəcək Əli Əkbəri. Amma kimi səslər, hə? Birdən yana dedi, qurbanəm Əbbas, gələn yollarıma, ay əbəlmə. Nə qədər aşıq var Əbbas adına? Qurbanəm Əbbas, o gələn yollarıma, nə gəlib, söylə görüm sərvi kimi xollarıma, ehtiyatı bir-birim var, o kəsilən qollarıma, ay əbəlmə. Bu da deyən ya Hüseyin. Eşqimə qurban olarım sən. Ehtiyatı var bir-birimin, o kəsilən qollarıma. O namərd dedi, bax bu sözə o qədər ağladı, hamımız ağladı. Da bilmirəm sən nə cürə ağladın. Bu namərd gördülər, cəlladı səslədi ki, sənə demədim o xanımın dilin kəskinən, o xanımın səsini kəs. Gördülər, cəllad bir addım ata bilmir qabağa. Dedilər, ağzı mən sənə deyirəm, əmr edirəm ki, o xanımın səsini kəs. Birdən dedi, evi yıkılanak, necə dedi, bir neyziyə bax, bir neyziyə bax. Gördülər, Əbi Abdillah qanlı gözləriyle nəzər elədi mən sizə. Ay bala, hamı nesin ya Hüseyin? Bu tarafa, ya Hüseyin.
Allahu Ekber. Bəh, 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 bəh. Eşqbə canım. Dedi, yıxıla. Hanım Zeynep bizim dolandırdı, dedi, ay namə. Səndən mən yemək istəmədim balalar. Səndən mən su istəmədim ki balalar. Bir dənə xahişim var. Qeyrətim varsa əgər bu xahişimi qəbul edə. Dedi, buyur görüm. Hamımın təsir görəsən, xanım Zeynep nə istəyirdi bu məlumuna? Dedi, bir dövrəmə bak, bu balalara bak şinə, dədəsiz balalara bak yanımda. Bunları qardaşları öldü, bunları dədələri öldü. Hamısı yemişirlər xanım Zeynep'in dövrəsinə. Dedi, bu balalar ki görürsən, bilə pərdəstədirlər. Əgər usta bunları saxlama, çox dəstədirlər. Nədir sözün? Dedi, demirəm müsəlayə, vətənin yollarını aç. İstəmirəm bizi qaytarcılar Kərbəlayı, və nə istəyirəm? Demirəm müsəlayə, vətənin yollarını aç. Qeyrətin olsa əgər, qəstədirlər qollarını aç. Ağrı qəyyəmin qolları güyədi, buna yəqləzdi qurban ay bağlı. Uzadı ey Hüseyin. Her defa bu meclisi yok yanında. İlə bilmənə bilə bərdiyən bu rozəndə. Amma çox sərçin rozəndi. İmam-ı zaman səndən üzr istəyirəm. Ağa göz yaşıma mənim canım qurban. Ağa qalq bilmirəm hansı əzabı qilizəm. Bu qəlib canıma bu şiyələrin qurban ağa canım. Hansı rozəndi? Gərək qeyrətli şiyə burada rahat olur ya. Gördülər bir dənə namər çıxdı. Dedi, əmir, sən mənə söz vermişsin ha, mənə bir dənə kəniz almışdır lazım. Kəniz yanım qulluqçı. Dedi, mənə söz vermişdim. Bir də dedi, canlı versin bu əsirlərdən bir əvvəl götürmək çəkdi. Allahu Ekber. Cana verməz. Can Hüseyin. Bunların olmadığı günlərdir ya. Burada sənə rahat əyləşməyəsən ha. Dedi, icazə verirsən bu əsirlərdən bir xanımı götürün özünə. Dedi, hansını vermişsin götürün. Gördülər parmağı ilə işarə elədi, o təzə gəlinə. Ay amma, ay amma, onda gördülər o təzə gəlin, gəldi üzüm verdi, xanım Zeynep'in qolçuğuna, əmmə sənə canım qurban, ay əmmə. Dedi əmmə, keçibdi əziz günüm, demirəm əziz olan, axı kənizliği bacarmıram, necə kəniz olam, ay əmmə. Səslədin ey Hüseyin. Ruhun şahı üstadın zəmi. Qurban olaraq eşqimə. Qurban olaraq eşqimə. Nə gözəl Allah, nə gözəl Allah. Gökhan xanım Zeynep, yukarını sındırmak, iktidarını sındırmak. Bizim dolan dediğimiz yada, dedi evi dağılan, korku gündən bizə Cibril əmin yaver olar. Sen o gündən qorx bizə köməkli səbrə qılacaq. Korku gündən bizə Cibril əmin yaver olar. Burada məhkəmə, Allah arada dağlar olar. Sən ilə həlmələ, mən də dərliyə sığır olar.